Boz rəngin psixologiyası. Boz rəng sakitlik, təmkin və daxili balansla bağlıdır. Bazaçalar olduğu üçün o çox vaxt fon kimi işləyir və bu fonda parlaq vurğular daha yaxşı görünür. Çox vaxt insana boz rəngə meyil o zaman gəlir ki, modanın temperaturunu biraz aşağı salmaq istəyir. Çox iş, çox məlumat, çox təəssürat və əl avtomatik olaraq sadə sviterə və ya boz şalvara uzanır. Eyni zamanda boz düzgün istifadə olunduqda heç də darıxdırıcı deyil. Soyuq, polad çaları daha ciddi, işgüzar və bir qədər məsafəli oxunur. Bejə yaxın isti boz isə yumşaq və rahat təsir bağışlayır. Açıq çalarlar yüngüllük və sakitlik hissi yaradır. Tündlər isə dayaq və sabitlik verir. Məhz buna görə boz həm minimalist qarderoblarda, həm də daha trendli kombinlərdə çox yaxşı işləyir. Parlaq rəngləri tarazlayır. Boz rəngi tez-tez özünü qabartmaq istəməyən, amma səliqəni, modanı və düşünülmüş yanaşmanı dəyərləndirən insanlar seçir. Bu, detallara diqqət edən insanların rəngidir. Parça fakturası, biçim, materialların uyğunluğu. Boz obrazda hər şey məhz bu xırda nüansların üzərində qurulur. Və elə buna görə də o sadə, amma zövqlü görünmək istədiyiniz zaman ideal işləyir.